Demək, baxaq Yunan mifologiyasında, orada da bədəl qurbanı olaraq saç kəsilməsi vardır. Saç qurbanı belədir ki, Apollon yetkinlik yaşlarına damğa vuracaq macəraların o dalınca düşən kral övladları olan argonaftları qoruyur. Bilirsiniz, oğlan uşaqlar yetkinlik yaşına çatdığı isbatı üçün müəyyən bir macəralara gedir. Məsələn, bizdə necədir? Ad qoymaq üçün buğanı bir qəhrəmanlıq göstərir, buğanı yıxdı falan kimi sonra ad qoyulursa, qədim xalqlarda da beləncədir ki, o yetkinlik yaşına çatınca bir imtahandan keçirlər. Və burada da Apollon demək argonaftları qoyur dedik və gənc erkəklər ilk dəfə orada saç kəsdiklərində saçlarını sonsuza dək gənc qalan digər tanrı Heraklla birlikdə ona da adayırlar. Buna əlavə olaraq biz bir də qazanc qurbanını saymaq mümkündür. Bu qurban yaz boyunca saçlarını kəsdirməyən qadınların bir günlüyünə də yalnızca yabancılara, xaricilərə bir ücret ödəniş qarşılığında fahişəlik etmək və bu işin qazancını da Afrodit tapınağına sunmaq, vermək məcburiyyətində olduqları bir bədəl qurbanı növüdür. Bunun bir bənzəri də köhnə Ermənistanda görülür. Strabona görə soylu erməni ailələrinin qızları Anahitin tapınağında daha öncə müəyyən bir sürə fahişəlik etdiklərindən sonra evləndirirlər ki, yaxın tarixdə buna bənzər bir növünü də biz bilirik.